Salam əziz dostlar və dəyərli izləyicilər. İngilis dilində olan 3000 əsas söz bazası, idiomatik ifadələrin olduğu, frazeoloji birləşmənin olduğu bir fayl istəyirsinizsə əgər, o zaman bu videonu sona qədər izləyin. Salam mənim əziz dəyərli tələbələrim, dostlarım, izləyicilərim. Bir daha sizi salamlayıram. Deməli, mən təqdim etmək istədiyim faylı sizə təqdim edirəm. Deməli, mənim bu Telegram kanalımdır. Bunun linkini aşağıda yerləşdirəcəm. Komentar bölməsinə yerləşdirəcəm. Deməli, vuracaqsınız üzərinə. Üzərinə vurduqdan sonra bir müddət gözləyəcəyik. Bu fayl açılmalıdır. Deməli, baxaq. Burada fikir versəz, bizim sözlərimiz var. Burada Oxford 500 söz var. 3600. Hətta YDS ilə bağlı sözlər var. 16000 söz bazası var. İdiomatik ifadələr var. Və bu PDF fayl həqiqətən də möhtəşəmdir. Metod deyə bilərsiniz ki, mən sözləri belə öyrənmək olmur. Sözləri bu formatda belə öyrənəndə bunun da müxtəlif metodikalar var. Cümlə daxilində quraraq, cümlə genişləndirərək və ya da ChatGPT-yə ata bilərsiniz. Məsələn, 200 sözü bir mətn yarada bilərsinizsə. O qədər metodikalar var. Bu fayl çox möhtəşəmdir. Sadəcə daxil olacaqsınız mənim Telegram linkimə. Telegram linkində elə sabitlədiyim, bax, sabitlənilən mesaj var burada. Üzərinə vuracaqsınız.